Makyajımız da hazır. Görüş burada şedevr yaradır. Пальцами. Пальцами. Самая лучшая четко. Ay, Mamina krasavitsa. Dünən axşam yoldaşım işdən sonra bizi gətirdi xalasıgilə. Onlarla birlikdə Şirvana gedəcəyik 40 günlük. Yoldaşım isə gedə bilmir. Altı bazar işləri çox olur və artıq səhərdir. Bəzənmişəm, saçlarımı da vurdum. Qızların da saçlarını dar topuz yığdım. Amma əynimizi dəyişmirik. Rahat paltarla gedirik. Rayonda evdə əynimizi dəyişib gedəcəyik restorana. Налег. Смотри на голову. Повернись. Зараз маленькие машинки. Не. Маня, спустись. Давай. Canım değil mi? İzleyelim. Gidelim. Deyinci ev geçenli. Ballar usta. Sattık eve ama çiğde getiren gitmek. Səhər də qaynatamın pastelini dəyişdim. Öz pastelim də əslində dəyişilməlidir. Sadəcə çöldə yağış yağır və paltarları soşulkaya asacağam. Ona görə də öz pastelimi sabah dəyişəcəm. Və günortaya yoldaşıma yemək bişirdim, toyuq sousu. Gündəlik onun nə bişirim fikri məni çox yorur. Qaynanam da səhər Sabunçu bazarına getmişdi. Hinduşka, toyuq və Leylanın da zakazı qaz balası aldı. Gözəl də yumurtalar verirdilər. Sonra ikinci partiyaya yenə də toyuq aldılar və başladılar qırılmağa. Servis aldık size. Nene bana 2'den bir de şey aldı. Hər gün ikisi, üçü hayf olurdu. Hamısını kəsdik ki, ziyan və hayf olmasın. Yoldaşım da mənə gül almışdı. Onların da suyunu dəyişmək istəyirdim ki, toyuğu qoymuşdum qaynamağa sos üçün və qaynadı. Mən ümumiyyətcə dükan toyuğunda bir burum qaynadıb, kəpini çıxardıram, sonra atıram qazana. Əsas işimi görüb güllərimə keçdim. Məndə böyük çirkli kristalından mat vaz var idi. Pəncərə açıq olub, pərdədə onu ilişdirib və çilik-çilik oldu. Başqa vazım da var. Şirvanda servantdadır. Qorxuram ki, onu da gətirərəm sınar. Amma böyük vaz alacağam, çox da baha olmayan. Yeni resept görmüşəm. Güllərin suyuna alma sirkəsi və pisok qatırlar ki, geçiş olsun. Güllərin suyunu dəyişirəm. Bir də ki, çubuqlarından bu qədər kəsirəm. Yeməyim də hazır oldu. Aparıram sexə, amma tək qorxuram. Qaynatamla birlikdə gedirəm. Özü də hələ ki pravam yoxdur. Sex yaxın olduğu üçün sürürəm öyrənmək üçün. Amma bu günlərdə sürücülük imtahanına gedəcəm. İnşallah pravalı qız olacağam. Evə gələndə quruyan paltarları yığdım və qara paltarları da yuyub astım. Buradakı paltarları da indi qatdalayım. Buranın aboyunu bilməm sizə göstərmişdim ya yox keçən dəfələrlə. Çox belə uspешный cırdı. Özdə elə cırıb ki, sonradan üstündən bunu cırığı da məsəl üçün kleyləyib təzədən yapışdırmaq olmur. Çünki şpaklovkanı da qopardıb. Fokusda heç tutmadan şpaklovka ilə bir yerdə qopardıb da təsəvvür edin. Ona görə bura yenə yanılıb, şpaklovkalanıb, sonradan ava vurulmalıdır. Paltarların hamısını qatdaladım. Bəziləri də yer beyir elədim. İndi bunlar qalıb. Bir də bunları da yer beyir eləyim. Bu Leyla ilə Ruslanındır. Mənim qaynanamın, bu da dəsmallarımız. Və bunları da beləcə eləyim. Bu da belə qızlar deyirəm ki, bütün işlərimiz beləcə rahat, asanlıqda olsaydı, nə dərdimiz. Belə elədin, təmizləndi. Belə elədin, təmizləndi. Bəh, bəh, bəh.
Bu da uşaqların şifaneri. Ruslan da dərslərini dünən deyəndə ki, İsrən 5-ci gün dərsdən əli gələn kimi hamısını elətdirdim ki, sonradan bilirəm bu günlər yəni vaxtım olmayacaq, çünki çimizdirməliyəm. İşlərimiz bu şimdi çoxdur, evlərin işləri, paltarlar, ona görə də dərslərindən şükür işimiz yoxdur. Çorabın altındadır. Bunlar da qızlar bilirsiniz nədir? Üstündə olan bunlardan çorabdır. Buraya gəlib çıxıb tayı olmayan çorablar bunlar. Deməli mayka, alt paltarları, burada çorabları, təzə çorabları, burada da ki tay olmayan çorabları bir taya atıram ki tay çıxanda bir də görsən hansısa bir yerdən çıxır. Burada da həmçinin Lilanın maykaları, alt paltarları, təzə çorablar və ağ çorabları. Onlar da təzədir, sadəcə bu içkirkadan çıxartmışam, belə qatdalayıb qoymuşam və burada da ki gündəlik giyindiyi çorablar. Səbinə sərgəylə sadəcə qoyur hamısını, uşaqlar hamısını dağıdır. Bir tərəfdən bunu da indi şanelin içindən çıxartmışam. Və belə sizin də uşaqlar üstüz beləçə edirik. Kəsirlər, doğrulurlar, şəkillər çəkirlər. Nədir bu bilmirəm. Vəziyyəti bax budur. Əlimi buradan yandırmışam qazana. Əlim dəyib yanıb. Buradan barmağım yanmışdı, artıq sağalır. Dırnaqlarım bərbad bir vəziyyətdədir. İmkan eləsəm bu günləri bunların hamısını dırnaqlarımı da eləməliyəm. İmkan olsa, yəni çatdırsam. Amma gümanım yoxdur. Çünki işlərim də bu günləri çoxdur. Planımda mansarda da bugün silməkdir. İnşallah baxaq görək indi necə eləyirik. Çox bəyəndiyinizə görə soruşursunuz ki, mən bu paltarı hardan almışam? Laçın Ticarət Mərkəzində 4-5-ci sırada 124-cü mağazada. Qaynanam da oradan paltarı almışdı. Bir yerdə aldıq. 110 manataydı. Mən 100 manata aldım bu paltarı. Nərimanovda olan Sarinaya girdim. Qızlar bu paltardan ümumiyyətlə Instagramda da görmüşdüm paltarları. Orada da yəni qiymətlər münasib idi. Sadəcə internetdən zakazla gəlirdi. Mən də belə bir şeylərə razı deyiləm. Həmişə gələm mən əynimə geyinim, bəyənim, ondan sonra alım. Çünki vitrində baxırsan, çox bəyənirsən. Əynimə geyinirəm, görürəm ki, tam o deyil. Tam yox, qətiyyən o deyil. Ona görə də mütləq şəkildə mən əynimə geyinməliyəm, sevməliyəm, sonradan almalıyam. Online mağazin mənlik deyil. Və qızlar, orada gördüm ki, qiyməti demək olar ki, 174 manat, nə bilim 150 manat, bu qədər yəni qiymətləri idi. Dünən də hətta geyindim bu paltarı, yenidən eyni paltarı geyindim 40 günlüyə. Sadəcə seçim eləməyə başqa paltarların arasından vaxtım olmadı, qətiyyən olmadı. Ona görə məcbur elə paltarı əlimin altındaydı. Qızlar, indi pləkanları silirəm. Mansarda da sildim. Kısa da burada oynuyorlar. Lela, git saçları bıyık. Ты принцесса, но быть красивой принцессой, хорошо? Buradaki kaçış şeyde gələm bunu o tarafa koyun. Və tozlar da burada silməliyəm. Kömək, onun düşməndən qorumaq gərək. Kömək, onun düşməndən qorumaq gərək. Leluşkam timdi. Şimdi gediriyor elimizi giyme. Ha Leluş? Ha Leluş? Çıklı kızım ne çıklı? Kızım. Amasına bak. Hayatım. Hayatım çimmişsen. Minnoşuk olmuş ha. Ne güzel. Bakın bakın sana sarışka. Güzel de kızım. Güzel. Güzel. Hop. İndi verin bunu nənəsinə, başını qurusun. Mama da geçsin, o bir işləri çimizdirsin, ha? Bacıyla qaqanı çimizdirim. Hə, icazə verirsən? Hə. Yaxşı. Demişləri eləyirsən? Saçı açım, saçı. Gəl açım. Hop. Baka baka elə. Baka baka, Leluş yatır, ha? Və qızlar, buralığı belə səlgiyə saldım. Burada bankalar var idi, onları o birisi sirməyə qoydum və təzə
açılmamış psok, qənd, makaronlar və qızlar birinci bir qab əslində bura qoymuşam. Neçə vaxtdır. Buradakı nədir? Əlimizə məsəl üçün qəpik düşdü. Bu heç qaynatamındır. Məsəl üçün batareykalar, nə bilim hər nəsə kart falan hamısını birinci bir yer eləmişik. Buranı ümumiyyətlə tez-tez səliqə salıram. Başımız çox qarışıq bu toylara. Ona görə də buralıq birinci çox səliqəsiz olmuşdu deyə yenə də belə səliqəyə saldım. Qızlar, yenə də gəldim dırnaqlarımı səliqəyə salım. Əslində fikrimdə, ağlımda o idi ki, dırnaqlarımı söküm, yenidən düzəldim. Sadəcə görürəm ki, yox. Buram vəziyyətinə baxın. Yuxum gəlir, ona görə də tez bazar nəyisə eləməliyəm. Bu günlərdə dırnaqlarımı da düzəltməliyəm, çünki sağ əlimdə də bir dırnağım sınıb. İndi isə sadəcə dırnaqlarımı səliqəyə salacağam və getdim yatmağa. Və bu qədər qızlar. Takib atsanız daha da sevinərəm. Dəstəyiniz üçün, gözəl rəyləriniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.